Selam değerli izleyiciler. Bugün sizinle bu tipli test üzerinden gitmek isterdim. Deməli, bu testi işləməmişdən əvvəl bunun necə işlədiyinə birdən baxaq ki, yəni bu sual tipi necə işlənir. Deməli, görürsünüzsə, fikir verirsinizsə, bir A, bir də C'də olanlar bizə cümlə şəklində verilib və bunlar tabeli mürəkkəb cümlələrdir. Bağlama vasitəsi də burada verildiyi kimi İSS bağlayıcı vasitələrindən biridir. Yəni İSSC-dir. Fikir versəz görürsünüz, ağıllı sifətinə sa kimi qoşulub İS'dir. Daha sonra isə olmaqdan olacaq zaman şəkil feili də sa-nı qoşub İSSC-dir. Bu doğru fikirdir. Bu isə doğru fikirdir. Bizə iki cümlə verib. Digərləri isə bu cümlələrə uyğun fikirlərdir. Deməli, birə bir dəfə A kimi yanaşacaq, götürəcək. Bir dəfə də C kimi yanaşıb götürəcək. Ki, yəni burada orta da ola bilər əslində. Bəzi variantlarda, bəzi testlərdə bu olur. Amma hal-hazırda görürsünüzsə, birə A olan variantlar var və yaxud birə C olan variantlar var. Birə A olana baxaq, məsələn, hansı üzərindən daha uyğun gəlir bizə. Hansılar daha uyğun gəlir, hansılar daha uyğun gəlmir və yaxud birə C olana baxaq. Həm bu dağ, həm də baş cümlədə ədəd vardır. İki cümləmizə də baxaq. Hansı cümləmizdə ədəd varsa. Bizim tərəflərdə kim çox ağıllıdırsa, məsələn, görürsünüz burada ağıllı sifətin yanında çox ədədi vardı. Burada var. Bu dağ cümlədir və onun bu dağ cümlə olduğunu necə müəyyən etdik? Burada bağlayıcı söz var. Əgər fikir verirsinizsə, bağlayıcı söz işlənən cümlədə sual əvəzlərindən ibarətdir və budaq cümləsi baş cümlədən əvvəl gəlir. Budaq cümləmizdə çox ədəti var, amma əsas tərəfimizdə, yəni baş cümləmizdə varmı, əhali onu yaman ucaldır. Bu yaman sizi anlatmasın, yaman burada sifətdir, hal-hazırdakı mövqeyinə görə zərfdir, feili yanında işlənib. Deməli ki, birə A olan versiyada, əgər ki B varsa, məsələn onu çıxmalıyıq. Daha sonra C üçün olanı baxaq. 1C'də 1C 2B olan varsa, yoxdur variantlarda. Yenə də biz baxaq. Əgər bizim məktəb yarışı qalib olacaqsa, mən bir çox şagirdə kömək edəcəyim. Burada da görürsünüz, ədəd yoxdur. Ona görə B variantı olan çıxdıq variantda. D. İşlənmiş digər bağlayıcı vasitə güzəşt bağlayıcılardır. Biz də bilirik ki, güzəşt bağlayıcıları hərçənd və hərçənd ki bağlayıcısıdır. Bu da ki, heç bir cümlədə görmürük deyə D variantı olanı da çıxırıq. Daha sonra E variantı baş cümlədə yer alan isimlərdən biri məzmun cəmliyinə malikdir və forma cəmliyində də sahib ola bilər. Baş cümlədə, məsələn, burada əhali var, bəli. Amma məzmunca cəmlilik var. Formaca o deməkdir ki, yəni burada lar şəkilçisi qoşa bilərik deyir. Yəni biz buna lar şəkilçisi qoşa bilərikmi? Əlbəttə ki, xeyr. Əhali idi, cəmiyyət idi. Bunlar cəmlənməyən toplu isimlərdir, bunu bilirik. Ona görə E variantı olanda variantlardan çıxsaq, bizdə ya qalır 1'ə A. Görürsünüz, bu versiyada artıq 1'ə C olan versiyalar hər biri sıradan çıxdı. 1'ə A'lar qalıb. Ya 1'ə A 2'ə G'dir, ya da 1'ə A 2'ə F'dir. Baxaq, altına xətt çəkilmiş söz birləşməsi tərəflərinə parçalanmadan cümlə özü olur. Məsələn, bizim tərəflərdə kim çox ağıllıdırsa, bizim məktəb yarış qalib olacaq. Bizim altına xətt çəkilmiş söz birləşməsi tərəflərinə parçalanmadan cümlə özü olacaq. Bizim tərəflərdə, bəli, bu düzdür. Bizim tərəflərdə kim ağıllıdırsa, ağıllıdır. Kim? Mübtədası sual əvəzinə ifadə olunub. Harada? Bizim tərəflərdə. Burada bir yerdə götürəcək, tərəflərdə sözünə qoşulduğuna görə. Bizim məktəb yarışı qalib olacaqsa, əgər bizim məktəb yarış qalib olacaqsa, qalib olacaq kim? Məktəb, hansı məktəb? Bizim məktəb. Görürsünüz, burada parçalanır artıq. Ona görə cavabımız olacaq F olan hələ ki. İndi G-yə də baxaq, cümlədə leksiya norma pozuntusu var. Burada leksiya norma pozuntusu kimi bəlkə də yaman sözünə görə düşünə bilər ki, insanlar çaşsın. Yəni, burada bu suala baxanlar çaşsın, yaman sözü bəlkə də mənfi mənada işlənilir, amma yox, burada yəni belə deyək də, yaman sözü həm müsbət mənada, həm də mənfi mənada işlənə bilər.
Mesela o yaman çalışkandır, o yaman dəcəldir. Böyle bu cür işləndikdə görürsünüz ki, iki tərəfli işlənə bilər və ona görə G-də dil leksik norma pozuntusu ümumiyyətlə yoxdur. E variantı bizim doğru cavabımızdır.